Sinifin idarə olunması ilə bağlı bəzi doğru bildiyimiz yanlışlara baxacağıq. 1. Bəzən müəllim düşünür ki, tədris ilinin əvvəli başlayan kimi mütləq qayda tərtib etməsi lazımdır. Yanlış. Müəllim tədris ilinin əvvəlində şagirdlərə gözlənti və prosedurlarını təqdim etməlidir. 2. Müəllim düşünür ki, şagird gözləntiyə əməl etmədikdə həmin o gözləntini qaydaya çevirməlidir. Yanlış. Gözləntiyə əməl edilmədikdə müəllim gözləntiyə əməl olunmamanın səbəbini araşdırmalı, şagirdlərə şans verməli, ən son halda qaydaya çevirməlidir. 3. Müəllim düşünür ki, qaydaları özü tərtib etməlidir. Belə olan halda şagirdlər daha məsuliyyətli yanaşacaqlar. Yanlış. Qaydaların tərtib olunmasında şagirdlərin də iştirakı onların əməl olunmasına daha çox müsbət təsir eləyəcək. 4. Müəllim düşünür ki, sinifdə nə qədər çox qayda olsa, bir o qədər sinifin idarə edilməsi effektiv olacaq. Yanlışdır. Qayda sayı 3-5 arası olması daha məqsədə uyğundur. 5. Müəllim düşünür ki, prosedur bir dəfə işə yaramırsa, deməli prosedur səmərəsizdir. Əslində yanlışdır. Çünki prosedur bir dəfə əməl olunmadıqda hələ onun səmərəsiz olması demək deyil. Müəllim israrlı olub sinifi prosedurlarla idarə etməyə davam etməlidir. Daha fərqli və maraqlı məlumatlar istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın.